Zabrat qəsəbəsində 3 otağın qiymətinə 4 otaqlı şəxsi tikili həyət evimiz satışa çıxıb. Salam, hər vaxtınız xeyir olsun dəyərli YouTube izləyicilərimiz. Az öncə də qeyd elədiyim kimi Zabrat qəsəbəsində sizin üçün 3 otağın qiymətinə 4 otaqlı, üstəlik də 10 ilin tikilisi olan şəxsi tikili həyət evi satışa çıxartmışam. Mən izləyən bilir ki, hər zaman səhifəmdə ən gözəl evləri, dəyərindən aşağı və yaxud dəyər qiymətinə satışa çıxan evləri paylaşıram. Bu da həmin evlərimizdən biridir. Evimiz yerləşir Zabratda 118A sayılı marşrut yolundan təxminən 300 metr məsafədə. 2 sot torpaq sahəsindədir. Yerdən 8 daş kürsüsü var. Evin padvalına 2 yerdən girişi var. Padvalını da hətta sizə açıb təqdim edəcəm. Evin alt hissəsi tamamən qurudur. Evdə tam hazır girib yaşaya biləcəyiniz evdir. İndi hamısını qeyd eləyəcəm ki, niyə tam hazır deyirəm. Baxın, bu padval hissəsidir. İndi qaranlıqdır, görsənmir. Oradan arxadan yer var. Otaqların hamısının alt hissəsinə keçə bilirsiniz. Qaz, su, işıq daimi fasiləsizdir. Hamısında sayğacı var. Baxın, buradan da evin çardağına girişi var. Tam hazır qeyd elədiyim səbəb budur ki, evdə mətbəx mebeli var. Hamam sanitar qovşağının aksesuarı var. Kombisi var. Pəncərələrin reşutkasına qədər hamısı qoyulub. Evin qiyməti də 72.000 manat deyilir. İnşallah ki, real alıcılarımız olarsa, qiymətində də endirim olunacaq evin sahibi tərəfindən. Evimizin sənədi də bələdiyyə sənədidir. Betonu var, kəməri var. 4 bir tərəfi qoşadaşdan tikilib. Evdə yaşayış olub, hazırda yaşayış yoxdur. Uzun müddət öz evdə yaşayış olub. Hər bir otağın geniş pəncərəsi, məhliyə baxan pəncərə də var, evin öz həyətinə baxan pəncərəsi də var. 118A sayılı marşrut 300 metr məsafəlikdən keçir. Evin hər bir tərəfi də yaşayış yeridir. Burada evin hamam sanitar qovşağı. Bu da ən sonuncu yataq otağımız. Özünüz bilirsiniz ki, Zabratda 72.000-ə 4 otaq tapmaq hazırda qeyri-mümkün məsələdir. İzlədiyiniz üçün təşəkkür edirəm. Kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın.